100 illər, 1000 illər keçəcək. Dünyaya gələn yeni nəsillər Füzuli şeirlərini təkrar-təkrar oxuyub şərh edəcək. Lakin şərhlər bitib tükənmək bilməyəcək. Şairin qədim dünyaya və gələcəyə doğru gərilmiş xəyal şəhvəri sənət göylərində inamla süzəcək. Onun ölməz əsərləri əbədi olaraq insanlığın xidmətindədir. Nə yaxşı ki, tarixlər yaşamış bu keşməkeşli dünyaya ara sıra Füzuli kimi insanlar gəlir. Müdrik və həssas, hər cür tamahdan, təkəbbürdən uzaq, məğrur olduğu qədər də sadə və təvəzzükar, ləyaqətsiz bir mühitdə ləyaqət və şərəfini qorumağı bacaran, tükü tükdən seçən, sözdən söz çəkən, yer üzündə ülvi sevgini, sədaqəti, gözəlliyi və gözəllik duyğusunu, haqqı, ədaləti, azadlıq və əməksevərliyi, səbir və təmkini, yaxşılığı, dostluq və mərdliyi, neçə-neçə bəşəri məziyyət və fəziləti təbliğ və təlqin edən zərif ruhlu şair insanlar. Tarixdə Füzuli kimi şəxsiyyətlər yaşamasaydı, təbii ki, bəşəriyyət mənəvi iflasa uğrayar, qəbahətlər dolu həyat üçün xəcalət çəkərdi. Füzuli paklıq mücəssiməsidir. Bugün də öz bədii sözü ilə ürəklərə məhəbbət və xeyirxahlıq körpüsü salmaqdadır. Füzuli sənəti xalqın dilindən və zəkasından od alıb şölə saçan, insan qəlbində 1000 illər boy atan ali və müqəddəs duyğuların hərarəti ilə zaman-zaman daha gür yanan bir ocaqdır. Bu ocağın odunda yanmaq səadətdir. Füzuli divanından, bu dərin zəka və parlaq istedad mücrüsündən hələ oxucular çox şey öyrənəcək. Çox qəlblər riqqətə və ehtizaza gələcəkdir. Bu dirlik suyundan içən hər bir adam canlanacaq. Həyatın mənası haqqında sonsuz düşüncələrə, xəyallara dalacaq. Bu dünyaya gəldiyinə sevinəcək. Nə qədər ki, dünya və məhəbbət var, Füzuli də olacaq. Bir millətin və dilin nəyə qadir olduğunu göstərmək üçün Füzuli kimi bir şairin varlığı kifayətdir. Türk xalqları və türk dili durduqca Füzuli yaşayacaq. Füzuli tarix içində mənəvi mənliyimizdir. Dilimizin, mənəviyyatımızın əbədi və canlı heykəlidir.